Akşamınız xeyirli olsun, değerli TikTok izləyicilərimiz. Hər birinizi Qaçay qardaşımın adından da, öz adından da salamlayıram. Hər birinizin günü uğurlu keçsin. Bəli, klipimin birincisini çəkdirdik. İnşallah başa çatdırdıq. Allah qoysa 3-4 günə sizlərə təqdim olunacaq. Və mənim dəyərli qardaşım, gözəl sənətkar, hamınızın da tanıdığı Qaçay Kəlbəcərli ilə bir neçə yeni işlərimiz gəlir. Gözəl mahnılarımız yazıldı inşallah. Bu yaxın zamanlara klipimiz çəkilir. Yeni kliplərlə, yeni mahnılarla Qaçay qardaşımdan Toğrul Mehmanoğlu sizin qulluğunuzdayım. Qaçay, buyur sən də təqdimatını elə. Çox sağ ol. Sağ özlərim təşəkkürümü bildirirəm. Allah sağ can sağlığı versin, ömür versin. O şirin barmaqlarını, o gözəl musiqi, nəğmə dolu ürəyini Allah Taala sənin şəxsində bütün sevənlərinə, biz dostlarına çox görməsin. Sən nəinki indi, sən hər zaman istər el şənliklərində, istər toylarda həmişə mənim əziyyətimi çəkmisən. Allah sən var eləsin, o zəhmətini də halal elə. Demək dostlar, bu günləri bizim gözəl sənətkarımız Faiq Əminin oğlu, studiya sahibi olan Hüseyin qardaşımın bu günləri burada qonağı olduq. Ona öz təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm ki, bu cürə yüksək səviyyədə, bu cürə personalda mənim mahnımı yazdı, yüksək səviyyədə bizə təqdim elədi. İnşallah dostlar, tezliklə Allahın köməkliyi ilə aranjman eləyən Toğrul Mehmanoğlu, studiya Hüseyin qardaşım, İnşallah görəsiniz ki, nə cürə həqiqətən Bərdədə, yəni belə yüksək səviyyədə iş görən insanlar var. Hamınızı da elə dəvət edirəm, gəlin, nəğmələrinizi, ifalarınızı, yəni məsuliyyətini Hüseyin qardaşıma, yəni həqiqətən verə bilərsiniz. Görəsiniz ki, o nə cürə yüksək səviyyədə bir iş görür. Tezliklə də istər TikTok səhifələrində, istər YouTube'da bu mahnını dinləyə bilərsiniz və bu mahnı ilə yanaşı ekskluziv olaraq gözəl, möhtəşəm Toğrul qardaşımdan bir klipimiz işığınızı görəcək. Hər birinizi öpürəm, izləmədə qalın, Allah sizləri var eləsin. İzləmədə qalın dostlar, musiqimiz də gəlir. Hayca, hayca.